Hər vaxtınız xeyir. Bugün sizlərlə Azərbaycanda keçirilən ilk baxışdan adi görünən bir kitab təqdimatının pərdə arxasına nəzər salacağıq. Söhbət Turan dünyasından gedir. Amma bilin ki, bu sadəcə bir kitab deyil. Bu, bütün Türk dünyası üçün qurulan yeni və olduqca iddialı bir gələcək vizyonunun deyə bilərik ki, ilk qığılcımıdır. Yaxşı, gəlin planımıza baxaq. Əvvəlcə tədbirin özündən başlayacağıq, sonra bu təqdimatın arxasındakı o böyük vizyonu yaraşdıracağıq. Görək bu ideyanı kimlər dəstəkləyir, mədəniyyətdən bir körpü kimi necə istifadə olunur və ən əsası növbəti addımlar nələr olacaq. Deməli, hər şey bir kitab təqdimatı ilə başlayır. Amma dayanın, bu heç də sıradan bir tədbir deyil. Baxın, Turan Dünyası adlanan bu layihənin başında kim dayanır? BMT ilə əlaqələri olan bir insan haqları rəsmisi, Firdovsi Ələkbərov. Təkcə bu fakt, elə başlanğıcdaca bizə layihənin miqyası haqqında çox şey deyir, elə deyilmi? Yəni, bu kitab sadəcə oturub keçmişdən danışmır. Əksinə, bu gələcək üçün bir növ yol xəritəsi çəkmək cəhdidir. Məqsəd nədir? Gələcəkdə qurulması arzulanan o böyük siyasi və mədəni birliyin, belə deyək, intellektual təməlini atmaq. Bütün binanın üzərində qurulacağı bünövrəni hazırlamaq. Bəs bu birliyin təməlində hansı sütunlar var? Baxın, burada hər şey var. Ortaq tarixdən, mədəni irsdən tutmuş, eyni milli mənəvi dəyərlərə, ortaq türk köklərinə qədər. Hətta məsələ təkcə keçmişdə bitmir. Bugünkü geosiyasi vəziyyətdə əməkdaşlıq üçün hansı fürsətlərin olduğuna da toxunulur. Yəni, həm keçmişə baxır, həm də gələcəyə birbaşa bir mesaj göndərir. Yaxşı, bütün bu intellektual hazırlıq, bu kitablar, bəs bütün bunların arxasında dayanan əsl hədəf nədir? Gəlin görək bu məsələ sadəcə bir nəşriyyat layihəsindən çıxıb, hansı siyasi iddiaya çevrilir. Və bax, elə burada layihənin əsl məqsədi tam aydınlığı ilə ortaya qoyulur. Təşəbbüskarın öz dilindən eşidirik. Çox istəyərdim ki, Turan dövləti qurulsun. Yəni, söhbət artıq sadəcə mədəni yaxınlıqdan, əməkdaşlıqdan getmir. Hədəf birbaşa vahid bir Turan dövlətidir. Bu, sözün əsl mənasında çox böyük və iddialı bir bəyanatdır. Əlbəttə, belə böyük bir vizyonu tək bir adam irəli sürə bilməz. Bəs bu ideyanın arxasında kimlər dayanıb? Bax, bu təqdimat göstərdi ki, bu fikri dəstəkləyən kifayət qədər fərqli və nüfuzlu insanlar var. Gəlin bu dəstəkçi koalisiyasına biraz yaxından baxaq. Həqiqətən də maraqlıdır. Siyahıda kimləri görürük? Ukrayna və Türkmənistan səfirliklərindən diplomatlar var. Turan Elmlər Akademiyasından vitse-prezident var. Yəni, elm sahəsi də təmsil olunur. Və əlbəttə, Dədə Qorqud Fondu, Turan Musiqi qrupu kimi qurumların rəhbərləri, yəni mədəniyyət xadimləri. Bu bizə nəyi göstərir? Onu ki, bu layihə təkcə bir neçə ziyalının ideyası deyil. Arxasında həm diplomatik, həm akademik, həm də mədəni bir dəstək şəbəkəsi qurulub. Yaxşı, hədəf böyükdür, dəstəkçilər var. Bəs strategiya nədir? Bu iddialı məqsədə necə çatmaq planlaşdırılır? Görünən odur ki, birbaşa siyasi addımlardan əvvəl bütün güc mədəniyyətə verilir. Cavabı məhz mədəniyyətin o məşhur, yumşaq gücündə axtarırlar. Və bu mədəni strategiyanın deyə bilərik ki, bayraqdarı, öncülü Turan Musiqi qrupudur. Qrupun təsisçisi Elşad Ələkbərovdur. Onların əsas missiyası da məhz musiqi və incəsənət vasitəsilə Türk dünyası arasında o inteqrasiyanı, o birliyi gücləndirməkdir. Baxın, qrupun qurucusu məqsədlərini necə də açıq şəkildə ifadə edir. Deyir ki, bizim məqsədimiz Turan dövlətlərində konsertlər verməkdir. Amma diqqət edin, o bir yeri xüsusi vurğuluyur. Necə ki, Xankəndində konsert verdik. Bu, təsadüfi bir detal deyil. Bu, onların mədəni fəaliyyətlərinin eyni zamanda nə qədər güclü bir siyasi mesaja sahib olduğunu göstərir. Deməli, bütün bunları bir yerə toplayanda aydın olur ki, bu kitab təqdimatı bir son deyil, əksinə, böyük bir başlanğıc idi. Bu, uzun bir yolun sadəcə ilk addımı kimi düşünülüb. Bəs gələcək üçün yol xəritəsi nədir? İki əsas istiqamət var. Birincisi, Turan Dünyası seriyasından yeni kitabların nəşrinə davam etmək, yəni bu ideoloji təməli daha da gücləndirmək. İkincisi isə səbr. Tərəfdarlar deyirlər ki, bizim işimizin dəyərini və nəticəsini ən yaxşı zaman göstərəcək. Yəni bu bir günlük iş deyil, uzun müddətli bir layihədir. Və bütün bunlar bizi bir yekün suala gətirib çıxarır. Kitablar, musiqi, diplomatik dəstək, bütün bu vasitələrlə hörülən bu yeni Turan dünyası vizyonu yaşadığımız bu geniş regionun gələcəyini həqiqətən də necə formalaşdıracaq? Bu sualın cavabını isə yəqin ki, yalnız zaman verəcək.